Azərbaycan nağılları. Biri var idi, biri yox idi. Tanrının qulu çox idi. Çox qədim zamanlarda iki qonşu qəbilə iki kəndidə yaşayırdı. Aralarından bircə çay keçirdi, ürəklərindən bircə dərd, bircə qəm keçmirdi. Bir-birinə qız alıb qız verir, bir-birinin dərdinə qalır, vayı da, toyu da, xeyri, şərri də çiyin-çiyinə yola verirdilər. Bu qəbilələrin ağsaqqalları da bir-birinə can deyib can eşidirdi. Qəbilənin birinin adı Şamlı idi, o birinin adı da Rumlu. Şamlının başçısı qızını vermişdi Rumlunun başçısının oğluna. Olmuşdular qohum quda, day aralarından suda keçmirdi. Günlərin birində Şəki-Şirvan ipəyi aparıb Bağdadda ticarət eləyən Rumlu kürəkən Samirədəki qul bazarına getmişdi. İstirdi ki, özü üçün də, qaynatası gil üçün də bir neçə qul alsın. O zaman Samirə bazarında qul satardılar, dünyanın hər tərəfindən qul gətirilib satılardı. Qərəz tacir bazara girdi, xeyli gəzdi, gördü ki, bir qul taciri çox güclü, qüvvətli bir qulu bazardakı məzənnədən xeyli aşağı qiymətə satır. Yaxınlaşdı, biraz baxdı, öz-özünə fikirləşdi ki, Tanrı, görəsən bu qulu niyə belə ucuz qiymətə satırlar, eybi nədir? Qul taciri də ipək tacirinin ona çoxdan bəri göz qoyduğunu duymuşdu. Qərəz hər ki tacirin sözü tutdu, tacir dedi, qardaş, sənə and verirəm, nəyə inanırsan ona, de görüm bu qulun nə eybi var ki, ona belə ucuz qiymətə satırsan. Əşi, alansan, almırsan, çıx get, nədir istəyin axı? Belə yenə sən and verirəm, kimi çox istəyirsən onun canına, mənim gözüm bu qulu tutub, eybini desəndə alacağam, deməsən də. Amma de görüm, qabaqcadan bilim ki, eybi nədir? Çox çənə boğazdan sonra tacir əvvəlcə qulun pulunu aldı, sonra da dedi, kişi, indi ki məni dara qısnamısan deyəcəyim, bil və agah ol ki, bu qulun tayı bərabəri heç yerdə yoxdur, güclüdür, qulluqbazdır, biliklidir, amma bircə eybi var. O da bu ki, ildə bir yalan danışır. Tacir güldü, ürəyində fikirləşdi, sən öl, elə sən dedin, mən də inandım. Tacir tayfasının işi peşəsi səhərdən axşamacan malını tərifləyəndə yalan toqquşdurmaqdır. İndi nə oldu ki, sən bu qulu ildə bircə yalanına görə ucuz satırsan? Yox, görəsən ayrı nə var? Bərkdən dedi, əşi, biz elə səhərdən axşamacan 10 yalan toxuyuruq özümüz. Qulu satan dedi, mən dedim, sən eşitdin, indi bundan beləsi, sənin öz işində özün bilərsən. Tacir qulu bazardan evə gətirdi, bir neçə müddət Bağdadda qalıb satmalısını satdı, almalısını aldı. Bu vaxt ərzində qul ona qardaşdan yaxın oldu, elə fəhmili, elə sözü tez başa düşən, hər əmri diqqətlə yerinə yetirən qul idi ki, tacirin tərifdən dili ağzına sığmırdı. Deyirdi, sən öl, murabba almışam, bal çıxıb. İş gücünü qurtarandan sonra yığıldı, yığışıldı, düşdü vətəninə sarı yola. Gəldi günlərin bir günündə çıxdı vətəninə, qul yolda səfərin bütün ağır işlərini özü gördü, ağasını ağzında dili kimi saxladı. Tacirin yadından çıxdı ki, qul satan ona demişdi ki, bu qulun eybi nədir? Ay keçdi, il dolandı, qulun yalan danışmaq məqamı gəldi, çatdı. Yalanı deməsəydi,
Bədənini bir dəli qaşınma tuturdu ki, gəl görəsən. Nəysə. Bir gün qul dükanın qabağında oturmuşdu. Ağası onu çağırıb tapşırdı ki, nahar vaxtıdır, gedib evdən xörəyə gətirərsən. Qul evə gəldi, bədənini yalan gicikməsi tutmuşdu. Xanımdan xörək bağlanmış bağlamanı alanda həsrətlə üzünə baxıb dərindən ah çəkdi. Xanım da qulun xatirini çox istəyirdi. Ahını eşitcək fikirləşdi ki, qəribdir, bədbəxtdir, bəlkə bir dərdi var, əlacı məndədir. Qula yazığı gəldi, soruşdu, nədir, nəyə ah çəkirsən, nə dərdin var? Qul deyir, sənin mərhəmətindən heç bir dərdim yoxdur, xanım. Yaxşı, bəs onda niyə ah çəkirsən? Sənə hayfım gəlir. Xanım təəccüblənib dedi, mənə nə olub ki? Qul dedi, sən belə gözəl, sən belə mehriban, amma ağa, xanımın ürəyinə qısqancılıq düşdü. Ağa nə edir ki? Yox ay xanım, qorxuram, mən deyə bilmərəm. Qorxma, mən ağana heç nə demərəm, de görüm nə qələt qarışdırıb. Ağamın ayrı arvada gözü düşüb, xanım. İstəyir bir çarə ilə səni boşayıb onu alsın. Bu sözləri deyəndən sonra bağlamanı qul götürüb evdən çıxdı, getdi, gəldi tükana. Bağlamanı ağanın bərabərində yerə qoyandan sonra çox fikirli görünürdü. Bu, ağanın gözündən də yayınmadı. Axı, qulu çox istəyirdi. Soruşdu, hə, nə fikirlisən belə? Səni kim incirib? Yoxsa xanım xətrinə dəyib? De, kim olsa cəzasını verirəm, bilirsən ki, mən səni çox istərəm. Qul bu sözü eşidən kimi diz üstə ağasının qabağında yerə sərildi. Ağlaya-ağlaya dedi, mən bədbəxtəm ağa, mən sənin çörəyini yeyirəm, amma namusunu qoruya bilmirəm. Yemək tikəsi ağanın ağzından yerə düşdü. Qeyz ilə bağırdı, nə sarsaqlayırsan qul? Mənim namusuma nə gəlib ki, kimdir onu ləkələyən? Mən ölmüşəm ki, namusumu sən qoruyasan, de görüm kimdir? Qul gözünün yaşını leysan kimi tökə-tökə dedi. Xanım, nə? Bəli, xanımın adamı var, istəyir ki, şamlıların əli ilə, həmin şamlı cavanın köməyi ilə səni öldürsün. Qəbilənizin arvadlarını saxlasınlar, kişilərini də qırıb torpağınızı, mal-madarınızı özlərinkinə qatsınlar. Tacir bu xəbərdən özünü itirdi. Məsələnin böyüklüyü onu dəhşətə saldı. Əlləri dodaqları əsdi. Qul dedi, sən biraz ehtiyatlı ol ağa, özünü gözlə. Mən hər şeyi yeri-yerində öyrənib sənə xəbər verirəm. Sən də o vaxtacan fikirləşib çarə taparsan.